Salam əslab Fizika Master kanalına hoş gəlmişsiniz. Bu videoda gəlini keçirəcək qəbul imtahanında qarşınıza çıxa biləcək 3 vacib sual növü olacaq. Suala bir adım bir şəkildə izah edəcəm ki, suala daha rahat və daha ətraflı bir şəkildə başlaya biləsiniz. Bir xatırlatmada edim ki, əgər belə videoların davamını istəyirsinizsə, videoyu bəyənməyi, kanala abunə olmağı və videolara şərh yazmayı unutmayın. Bunu etməklə mənə çox böyük bir dəstək olmuş olarsınız. Hər birinizi çox sevirəm. O zaman vaxt itirmədən başlayaq. İlk öncə bir sualımızdan davam edelim. İnduktiv 200 mili Henry və elektrik tutumu 80 mili mikrofarad olan reaks kontrolü sərbəst elektron reaksiyası baş verir. Başlanğıc anında kondensat elektrik enerjisi maksimumdur. Hansı ən kiçik zaman müddətində sonra kondensat elektrik enerjisi yenidən maksimum olar. Bunu hesaplamaq üçün biz ilk öncə biz buradan gəlin periyodu tapaq. Periyod nədir? Periyod t bərabərdir 2pi kök altına LC'yə bərabərdir. Bunu buradan bilirik. Və siz bu ifadəni LC və 2 sözünə yadda saxlaya bilərsiniz. İndi mən indi burada yazıram nə deməli? T bərabər deməli 2 vuraq. Pi nə qədərdir? Pi 3'dür. Yeni yazıram nə? 3 vurulsun. Kök altında. İndi L nədir? İnduktivi. İnduktivi burada nəyə bərabərdir? 200 mili Henry. Yazıram nə? Deməli 200 vuraq. Milli olduğu üçün yeni yazıram 10-3 vurulsun. Deməli tutum nədir? S. S burada nəyə bərabərdir? 80 mikrofarad. Deməli onu da yaza bilək ki, 80 vurulsun. Mikrofarada 10-6. Deməli kök altında. İndi deməli t bərabərdir. Mən indi buradan 2'ni 3'e vursam bu bizə nəyə verir? 6 verir. Vurulsun. İndi kök altında. Deməli mən indi burada bilirəm ki, bu 2'dən 0, bu 1'dən 0. Bu bizə nəyə verir? 10-3. Bu 10-3 bu 10-3 bir-birini aparır. Olur neçə? 1. Onda burada qalır 2, burada da qalır 8. Onda olacaq bəlkə 2 vuraq, 8 vuraq. İndi mən indi bir yandan buradan bilirəm ki, deməli bu da getdi, bu da getdi, bu da getdi. Bir daha qalır burada 10-6. 10-6 da burada olduğu kimi qalır. İndi mən indi bir yandan bilirəm ki, t bərabərdir. Deməli 6 vurulsun. 2 və 8 üzərinə nəyə verir? 16. 16'nın kökünün neçə çıxır? 4. Deməli yeni yazsam 4 vurulsun. 10-6'dan kökdə neçə çıxır? 10-3. Deməli o da bərabərdir. 6'nı 4'ə vurdum. Elədi nə qədər? 24 vurulsun. 10-3 olduğu kimi qalır. 10-3 olduğu kimi qalır. O da bərabərdir. 10-3 nədir? Milli. Olur cavab neçə? 24 milli saniyə. Bunu buradan tapdıq. Deməli periyodumuz nəyə bərabərdir? Periyod yəni t bərabərdir 24 milli saniyə. Bunu buradan tapdıq. İndi mən indi bir yandan da burada indi dedik şey deməli başlanğıcında kondensatın elektrik enerjisi maksimaldır. Başlanğıc an nədir? Başlanğıc an t bərabər 0 anıdır. T bərabər 0 anında kondensatın elektrik enerjisi yəni W elektrik maksimaldır. W elektrik maksimal. Onda W maqnit nədir? W maqnit əgər bu maksimaldırsa bu 0 olur. İndi bizim indi belə bir qaydamız var ki, hər 4'te 1 t periyoddan sonra W elektriklə W maqnit öz qiymətlərini yeni dəyişir. Yəni belə kimi olacaq. Deməli t bərabər 0 ansa t bərabər 4'te 1 periyoddan sonra, yəni 4'te 1 t periyodundan sonra nə olur? W elektrik maksimaldırsa olur 0, yəni W elektrik bərabər 0 olur. Və W maqnit 0'sa W maqnit olur nə? Maksimal. Bunu buradan bildik. İndi bir dənə 4'te 1 t periyodundan sonra, yəni t bərabərdir. Əvvəlcə 4'te 1 t idi. Sonra bir dənə də 4'te 1 t periyodu gəlir, yəni 4'te 1 t olur. Bu da nəyə bərabərdir? 2'də 1 t, yəni periyodun yarısına bərabərdir. Onda nə olur bu səfər? W elektrik 0'dırsa olur maksimal, yəni W elektrik bərabərdir maksimal olur. Maksimal götürür. W maqnit maksimal olur nə? W maqnit də bərabərdir 0 olmuş olur. Yəni bu 0'sa qalxır maksimala, bu maksimalsa düşür nəyə? 0'a. Belə kimi. Yəni biri maksimalsa son olur 0, digər 0'sa olur nə? Maksimal. Bunu buradan bilirik. İndi bizə burada dedik ki, burada dedik ki, hansı ən kiçik zaman müddətində kondensatın elektrik enerjisi yenidən maksimum olar. T bərabər 0 anda biz bildik ki, W elektrik nədir? Maksimaldır. İndi bunu yenidən maksimala qayıtması üçün hansı zamanı biz burada götürəcəyik? Görürük ki, burada t bərabər 0 anda W elektrik maksimaldır. Sonra t bərabər 4'te 1 t'də W elektrik 0'dır. Deməli bunu götürmürük. Sonra t bərabər 2'də 1 t periyodunda yenidən W elektrik maksimaldır. Deməli bizə hansı ən kiçik zaman müddəti deyirsə, biz burada 2'də 1 t periyodu, yəni W elektrik yenidən maksimala qalxdığı qiyməti biz burada götürürük. Deməli cavabımız burada neçə olacaq? T bərabər 2'də 1 t periyodu. Çünki 2'də 1 t periyodunda W elektrik yenidən maksimala qalxır. Əvvəlki anda W elektrik yenidən maksimal idi. Sonra 2'də 1 t periyoddan sonra, yəni 2'dən 4'te 1 t periyoddan sonra yenidən W elektrik maksimala qalxmış olacaq. Ona görə burada cavabımız olacaq t bərabərdir 2'də 1 t periyodu. O da bərabərdir 2'də 1 vuraq. T'ni biz buradan neçə tapmışdıq? Buradan baxaq. 24 milisaniyə. Deməli yeni yazılır 24 milisaniyə. Deməli 24 vurulsun 10-3. O da bərabərdir. 24 ilə burada 2 ixtisara gedir. Qalır neçə? 12 vuraq 10-3. Bizdə bir ki 10-3 nədir? Millidir. Deməli cavabımız burada neçə olacaq? 12 milisaniyə olmuş olacaq. Deməli cavabımız burada olacaq neçə? 12 millisaniyə. İndi keçək növbəti sualımıza. Deməli növbəti sualımızda ikinci sualda reaks kontrolü 90 metr uzunluqlu dalğaları köklənmişdir. Sadəcə induktivini 9 dəfə artırdıqda reaks kontrolü hansı dalğa uzunluqlu dalğaları köklənər?
Bizə ilk öncə burada deyir ki, Rex kontur 90 metr uzunluğu dalğalar köklənir. Yəni lambda 1, yəni başlanğıc dalğa uzunluğu nəyə bərabər? 90 metrə bərabər. Bunu buradan bildik. İndi mən bir yandan bilirəm ki, yol düzsün nədir? S bərabərdir VT. Bizə indi burada elektromagnetik dalğaların söhbət getdiyi üçün S-in yeni yazam lambda bərabərdir. V-ni yeni yazam S vurulsun. T-ni yeni nə yazam? Period. Bunu buradan bildim. İndi mən bir yandan bilirəm ki, period üzrə nəyə bərabərdir? 2pi kök altı ES-yə bərabərdir. Bu ES ifadəsini ES-2 sözünü yadda saxlaya bilərsiniz. İndi mən həm bu təbəbli 2pi kök altı ES ifadəsini gəlib burada yeni yazam. Olur nə? Deməli lambda bərabərdir. S olsun. T-ni yerinə burada nə yazam? 2pi kök altı ES. Bu ifadəni yazam. Onda olacaq bəlkə 2pi kök altı ES. Bunu buradan yazım. İndi mən indi bir yandan bilirəm ki, lambda eldən nə cür asılıdır? Deməli lambda eldən düz asılıdır. Amma bu kökün içərisində olduğu üçün kök altı düz asıdır. Yəni bu cür. İndi bizə indi burada indi deyir ki, sadəcə induktivini 9 dəfə artırırıq da. Yəni induktivliyi 9 dəfə artır və el kök altının içərisində yerləşdiyi üçün deməli kök altı el neçə dəfə artırsa, əgər bu 9 dəfə artırsa, bu kök altı el dəfə, yəni kök altı 9 dəfə, yəni 3 dəfə artmış olacaq. Mən indi bir yandan bilirəm ki, lambda kök altı eldən düz asıdır, yəni buraya yazdım lambda kök altı eldən düz asıdır. Əgər kök altı el 3 dəfə artırsa, yəni bu 3 dəfə artırsa, deməli bu əgər 3 dəfə artırsa, deməli bu bununla düz asılı olduğu üçün bu 3 dəfə artırsa, bu da 3 dəfə artmış olacaq. Yəni bu da 3 dəfə artacaq. Onda deməli əgər başlanğıc lambda 1 90-dırsa, baxın buraya yazıram. Deməli başlanğıc lambda 1 90 metrdirsə, onda ikinci lambda, yəni lambda 2 nəyə bərabərdir? Lambda 1-in 3 dəfə artımı. Lambda 1 vurulsun nə? 3. O da bərabərdir 3 vuraq. Lambda 1 nə idi? 90. Onu yeni yazıram 90. O da bərabərdir 3-də 90 vuranda bu bizə neçə verəcək? Deməli 3-də 90 vuranda bu bizə neçə verəcək? 270 metr vermiş olacaq. Deməli burada cavabımız burada neçə? 270 metr. Buna da olan variant burada hansıdır? Buradan baxırıq. D variantında bizə verilir. İndiki növbət sualımıza. Son sualımızda 3-cü sualda Rex konturu el indükləri sağacaq və paralel birləşmiş eyni tutumlu iki kondensatından ibarətdir. Rex konturu bu konturu 80 metr uzunluğu dalğalar köklənmişdir. Kondensatla ardıcı birləşdirsə Rex konturu hansı dalğa uzunluğu dalğalara köklənər? Bu tapmaca biz ikinci nə edir? İlk öncə bizə burada deyir ki, bu konturu 80 metr uzunluqda dalğalara köklənmişdir. Onda olacaq belə kimi. Deməli lambda 1 bərabər nəyə? 80 metrə. Bunu buradan yazdım. İndi mən bir yandan bilirəm ki, lambda nədir? Lambda özü ST-yə bərabərdir. Bunu buradan bildim. T özü nəyə bərabərdir? Buradan yazdım. T bərabərdir 2pi kök altı ES. Bu da buradan yazdım. İndi mən bu təbəbli 2pi kök altı ES ifadəsi gəlib burada yeni yazdım. Olacaq belə kimi. Deməli lambda bərabərdir. S vurulsun. T nədir? 2pi kök altı ES. 2pi kök altı ES. Bunu buradan yazdım. İndi mən indi bir yandan bilirəm ki, lambda tutumla necə asılıdır? Düz asılıdır. Düz asılıdır. Deməli, düz asılıdır. Amma kök altının içərisində olduğu üçün olacaq neçə? Kök altı düz asılı olmuş olacaq. Bunu buradan bildik. İndi burada dedik ki, Rex konturu eyni induktiv sağacaqlar və paralel birləşmiş eyni tutumlu iki kondensatlar. Deməli, başlanğıc halda tutumlar bir-birinə necə birləşir? Paralel birləşir. Bunu buradan bildik. Əgər iki tutum bir-birinə, daha doğrusu iki kondensatlar bir-birinə paralel birləşdiribsə, yəni deməli bu tərəf S1 və bu tərəf də S2 isə və bunlar bir-birinə bərabərsə, yəni S1 bərabərdir S2, o da bərabər nəyə? S-yə. Onda bəlkə ki, ümumi tutum nəyə bərabərdir? S ümumi bərabərdir. Deməli, bunların cəbri cəmlə, yəni S1 ilə S2-nin cəbri cəmlə bərabərdir. Onda olacaq belə kimi. S1 nədir? S-dir, S2 də S-dir. S üstə gəl, S bizə neçə verir? 2S. Bunu buradan bildik. Bu birinci haldır. Bu birinci haldır. İkinci halda isə bizə deyir ki, bunlar deyir ardıcı birləşirsə. Bax, şərtdə də bizə deyir ki, kondensatla ardıcı birləşirsə. Bu da nədir? İkinci haldır. Biz də bilirik ki, kondensatla əgər ardıcı birləşirsə, yəni bununla bu bir-birinə ardıcı birləşirsə, yəni deməli bu S1 olsun, bu da S2 olsun və bunlar bir-birinə bərabərdir. Yəni S1 bərabərdir S2, o da bərabərdir nəyə? S-yə. Onda belə çıxır ki, buradakı ümumi tutum nəyə bərabərdir? S ümumi bərabərdir. Deməli, düstur belədir. S1 S2 bölək nə? S1 üstə gələk S2, o da bərabərdir. O da bərabərdir. S1 nədir buradan? S-dir, S2 nədir? O da S-yə bərabərdir. Onda olacaq bəlkə S vurulsun S bölünsün. S üstə gəlsin S. S vur S bizə nəyə verir? S kvadrat bölünsün. S üstə gəl S bizə neçə verir? 2S. S-də buradan qısa gedir, qalır neçə? Burada qalır S, burada da qalır 2. Deməli, ikinci halda S bölünsün 2-dir. Deməli, birinci halda, bələn kimi yazılır. Deməli, birinci halda 2S idi, ikinci halda nədir? S bölü 2-dir. Onda olacaq bələn kimi. Deməli, birinci halda S1 bərabərdir. 2S idi, ikinci halda S2 bərabərdir. S bölünsün 2-dir. Deməli, birinci haldan ikinci hala neçə fazla? Bunu tapmaq üçün nə edirik? 2S-ni bölürəm nəyə? 4-ə. 4-ə böləndə bu bizə neçə vermiş olacaq? S bölü 2 vermiş olacaq. Bunu buradan tapdıq. Və mən də bir yandan bilirəm ki, lambda özü nəyə bərabərdir? Lambda bərabərdir. Deməli, S vurulsun T-yə bərabərdir. O da bərabərdir. S vurulsun. Deməli, T nə idi? 2pi kök altı S. Yeni yazdım. 2pi kök altı S. Bunu buradan yazdım. Mən də bir yandan bilirəm ki, lambda S ilə dediyimiz kimi düz asıdır. Yəni lambda S ilə düz asıdır və kök altı düz asıdır. Bunu da buradan tapdıq. Və mən də bir yandan bilirəm ki, tutum nə qədər azalıb? 4 dəfə azalıb. 4 dəfə azaldığı üçün
olacaq belə kimi. Deməli, əgər tutum 4 dəfə azalsa, 4 dəfə azalsa, bu da kök adda S olduğu üçün deməli kök adda S neçə dəfə azalır? Əgər kökün içərisində dirsə əgər, onda tutum 4 dəfə azalsa, kök adda S kök adı 4 dəfə azalır, yəni 2 dəfə azalmış olacaq. Bunu da buradan tapdıq. Onda bəlkə kök addısı 2 dəfə azalsa, yəni burada kök addısı 2 dəfə azalırsa, 2 dəfə azalırsa, lambda da kök addısının düz astıdır. Yəni qısaca kök addısı 2 dəfə azalırsa, lambda da 2 dəfə azalmış olacaq. İndi bizdə bir yandan bilir ki, başlanğıc lambda nəyə bərabərdir? Başlanğıc lambda 80-ə bərabər idi. 80 metrə bərabərdir. Ondan sonraki lambda nəyə bərabər olmuş olacaq? Lambda 2 bərabərdir. Lambda 1 bölünsün 2-yə. O da bərabərdir. Lambda 1 neçə idi? 80 idi. Bölünsün 2. 82-yə böləndə bu bizə neçə verəcək? 40 metr vermiş olacaq. Onda burada cavabımız neçə olacaq? 40 metrə bərabər olmuş olacaq. Yəni burada cavabımız olacaq neçə? 40 metr. Yəni burada cavabımız olacaq neçə? 40 metr, yəni B variantı. Belki bu videoda gəlin keçiriləcək qəbul imtahanında qarşınıza çıxa biləcək 3 vacib sual bağlı suala bir matematik bir şəkildə izah edin ki, suala daha rahat və daha ətraflı bir şəkildə başa bilərsiniz. Bir xatırlatma da edim ki, əgər belə videoların davamını istəyirsinizsə, video bəyənməyi, kanala abunə olmağı və videolaşa yazmayı unutmayın. Bunu etməklə mənə çox böyük bir dəstək olmuş olarsınız. Hər birinizi çox sevirəm. Növbəti videolarda görüşəndək sağ olun, salamatçılıqla qalın.